Salam, hər vaxtınız xeyir olsun əziz kanal izləyiciləri. Eee, İmtahana çox az bir vaxt qalıbdır. Yenə də abituriyentlərə səmərəli olmaq məqsədi ilə video izahlarımız davam eləyir. Bacardığımız qədər kanalımızda abituriyentlərə faydalı olmaq məqsədi ilə məzmunlar paylaşılır. Vaxtımız çatdığı qədər təbii ki, biz bu gün də sizə növbəti video izahımızı təqdim edirik. Bildiyiniz kimi bu gün 4 may tarixində Güvən Nəşriyyatının abituriyentlər üçün növbəti blok sınıf imtahanı keçirildi. Mən də bugün sizə həmin 11-ci siniflər üçün informatika fənnindən olan sual izahlarını verəsiyəm və video izaha başlamamışdan öncə bildirmək istəyirəm ki, artıq yeni tədris ili üçün bizim hazırlıqlarımıza qeydiyyat başlayıb. Bu videoya baxan 9-cu 10-cu sinif şagirdləri informatika fənnindən keyfiyyətli hazırlıq, yüksək nəticə əldə etmək istəyirsinizsə, dərslərimizə qatıla bilərsiniz. Qeydiyyat üçün kanalımızda əlaqə nömrələri qeyd olunub, həmin nömrələrlə əlaqə saxlaya bilərsiniz. Suallarınız varsa suallarınızı verərsiniz, suallarınızı ətraflı şəkildə cavablandırarıq. Hazırlıqlarımız həm əyani, həm onlayn formada təşkil olunur. Bölgələrdən də şagirdlərimiz onlayn formada dərslərimizə qatıla bilərlər. İndi isə keçək video izahımıza və abituriyentlərə məsləhət görərdim ki, bu bir ayda bacardıqları qədər daha çox sınaqda iştirak eləsinlər və sınaqda elədiyi səhvlərin üzərində çox dayansınlar ki, nəyi bilib, nəyi bilmədiklərini yaxşı başa düşsünlər və həmin zəifliklərini aradan qaldırsınlar. İndi isə keçirəm sual izahlarına. Deməli, belə. Aha, 11-ci sinif B variantı. Bu sayca 10-cu sınaq imtahanıdır. Başlayırıq birinci sualda. Birinci sualda deyir ki, Unicode standartında kodlaşdırılmış 32 səhifədən ibarət mətn faylının hər səhifəsində, hər sətrində 32 simvol var. Faylın həcmi 8 kilobaytsa, fayldakı sətr sayını müəyyən edin. Burada çox güman ki, abituriyentlərin müəyyən bir hissəsi bu sualda yanlışlıq eləyəcək, diqqətsizlik ucbatından. İndi niyəsini də sizə deyəcəm. Deməli, gəlib baxırıq burada. Biz bilirik ki, səhifə, sətr, simvol parametrləri olan məsələlərdə biz səhifələrin sayını bir səhifədəki sətr sayına, sətrlərin sayını bir sətirdəki simvol sayına və onu da bir simvolun həcminə vururuq. İndi bu məsələdə 32 səhifə var. Hər səhifədə neçə sətr olduğu verilməyib. Mən onu bir y-lə işarə eləsəm və hər sətirdə 32 simvol var. Mətn Unicode standartındadır. Bir simvolun da həcmi 2 baytdır və faylın ümumi həcmi 8 kilobaytdır. Mən gəlirəm buradan. Bunu deməli, belə eləyək. Y-i hesablasaq burada. Bu 8 kilobaytı da mütləq biz bayta çevirməliyik. Y bərabərdir. Deyərik ki, 8 vurulsun 2 üstü 10 bölünsün 32 vuraq 32 vuraq 2. Bu nə eləyəcək? Bu eləyəcək 2 üstü 13, bu da eləyəcək 2 üstü 11, alırıq 2 üstü 2, bu da bərabərdir 4. Bu 4 nədir? Bu 4 bir səhifədəki sətr sayı. Bu sizin bir səhifənizdə olan ortalama sətr sayıdır. Amma baxın, cavabda da 4 var. Cavabı 4 götürmüsünüzsə bu yanlışdır. Təəssüflənirik. Faylda sətr sayını müəyyən edin. Yəni, bu bir səhifədəki sətr sayını istəmir, axı mən ümumi fayldakı sətr sayını istəyir. Faylım da 32 səhifədən ibarətdir deyə 32 səhifənin hər birində 4 sətirdən hesablasam, bu 128 dənə sətr eləyir. 61-ci sualda cavabımız B variantı. Gəldik, baxdıq 62-ci suala. Deməli, birinci biz gələcəyik burada. Nə edəcəyik? A-nı hesablayarıq. Deməli, A-nın qiyməti nəyə bərabərdir? F1, 2, 3-ə gəldik. F1, 2, 3 dedik. Birinci başladıq. X-in qiymətini hesabladıq. X bu X-dir, bu Y-dir, bu da Z-dir. X bərabərdir X plus Y. 1 ilə 2-ni topladıq. Bu X-i aldıq 3. Y bərabərdir X plus Z. Yəni 3 plus 3 bərabərdir 6. Və Z bərabərdir. Z çıxılsın, 3 çıxılsın. X 3 üstə gələk 6. Burada gəldik aldıq elə 6. Və bu bizə nə qaytarır? Return X plus Y plus Z qaytarır. Yəni 3 plus 6 plus 6-nı qaytaracaq bizə.
Bu bizə nə verir? 15 verir. Deməli, biz bura gəlib alasıyıq 15. Onda gəlib, nəticədə bizdən çıxışa nəyi verir? F 15, 15 üstəgəl 2, 17 və bir də 3-ü. Və yenə eyni funksiya ilə birinci bu bizim x-imiz, bu y-imiz, bu da z-imizdirsə, x bərabərdir x plus y, yəni 15 üstəgəl 17. Bu bizə nə verəcək? 32. Y bərabərdir x üstəgəl z, yəni 32 üstəgəl 3, bu da bizə nə verəcək? 35. Və z bərabərdir z çıxılsın, 3 çıxılsın x, 32 üstəgələk 35. Bu da bizə nə verir? 38-dən 32-dən çıxsaq 6 və x üstəgəl y üstəgəl z. 32 üstəgəl 35, bu nə verir? 67. 67 ilə də 6-nı toplasaq nə alırıq? 73 alırıq. 62-ci sualda da cavabımız Y variantı olar. 63-cü suala baxırıq. Ruslan sözü şifrələndikdən sonra U, Z, Ü, Ö, D, R sözü alındı. Deməli, biz bu sözün açarını müəyyənləşdirək. Deməli, Ruslan sözündəki hər bir hərf U, Z, Ü, Ö, D, R. R nə ilə əvəzlənibdir? Məsələn, R 1, 2, 3, 4. Özündən sonra 4-cü mövqedə dayanan hərflə əvəzlənib. Yəni, bizim burada açarımız 4-dür. Məsələn, U-ya baxsaq, U da özündən sonra 4-cü mövqedə dayanan hərfin Z ilə əvəzlənib. Məsələn, S-ya baxsaq, özündən sonra 4-cü mövqedə dayanan hərf Ü ilə əvəzlənibdir. Deməli, biz bu Ruslan sözünün açarını müəyyənləşdirdik. İndi bizdən nə istəyir? Bahadur sözünün, Bahadur sözünün şifrini eyni açar ilə şifrələdikdə. İndi bunların əvvəlləri eyni gəlir. E-D, E-D, E-D. Burada J-lar var, burada I var. Çox güman ki, bu Y variantı olmayacaq. Çünki üçüncü hərf H-dır. H-nın 4 o tərəfində 1, 2, 3, 4 J dayanır. Deməli, bu Y variantı getdi. Sonra gəlir D-lar və G-lar. İndi burada A hərfi əgər məsələn, bu E-dirsə, yəni özündən sonra B-dən sonra 4 mövqeyi saysaz E olacaq. A-nı D əvəzləyibsə, H-nı I əvəzləyib, H-nı J əvəzləyibsə, A-nı təzədən yenə D əvəzləməlidir də. E, D, J, D olmalıdır. Bu D variantı çıxacaq. E, D, J, J, B variantı çıxacaq. İndi gəldik, baxdıq. D-nın 4 mövqeyi sonrasına baxırıq. Y, E, F, Y, E, F, C. Deməli, D-nin yerində gəlib C dayanacaq. Buradan baxıram, burada C dayanıbdır, burada da C dayanıbdır. İndi gəldik, baxdıq, U-nun 4 mövqeyisinə baxırıq. U-nun da 4 mövqeyisində 1, 2, 3, 4 Z dayanır. C-dən sonra Z gəlməlidir. A-da C-dən sonra Y gəlibdir deyə yanlışdır. 63-cü sualda cavabınız C variantı olacaq. 64-cü sualda deyir ki, verilənlər bazası cədvəlində sorğusuna əsasən hansı sətirlər burada gizlənər istəyir. Sorğunun nəticəsi, yəni bu sorğunun nəticəsi görünərdir. Yəni bu sorğuda nə tapsaz, onlar görünəcək. Bizdən gizlənənlər istəyir. Burada da diqqətli olmaq lazımdır. Deməli, bizə deyir ki, otaq böyükdür 2, qiymət də kiçikdir 140 mindən, amma onu inkar eləyək. İndi birinci mən bu şərti axtarıram. Otaq böyükdür 2, otaq 2-dən böyük olan bu var və qiyməti 140 mindən kiçikdirmi? Qiyməti 140 mindən kiçikdir. Deməli, bu, çünki ənddirsə hər iki şərt ödənməlidir. Otaq 2-dən böyükdür, qiymət də 140 mindən kiçikdir. Deməli, bir bu şərti ödəyir. Sonra otaq 2-dir. Otaq 2-dən böyükdür, amma qiymət 140 mindən kiçik deyil. Otaq 2-dən kiçikdir. Otaq bir də 5-i götürəsiyəm bu şərtə. Çünki otaq 2-dən böyükdür, qiymət də 140 mindən kiçikdir. Otaq 2-dən böyükdür, ancaq qiymət 140 mindən böyükdür. Otaq 2-dir, bunları götürmürəm. Deməli, bu otaq böyükdür 2, ənd qiymət kiçikdir 140 min şərtin ödəyənlər 1 və 5-dir. Amma not veribdir deyə, burada mən 1 və 5-i götürməyəcəm. Yəni, gəlib götürəcəm hansı sətirləri? 2, 3, 4, 2, 3, 4. Sonra bir də 6 və 7-ci sətirləri. 6 və 7-ci sətirləri. Sonra gəlib verib mənə or. Or nə deməkdir? Or birləşmə deməkdir. İndi gəlib baxıram. Mərtəbə kiçikdir 6 ən çıxarış var olanlar.
mərtəbəsi 6-dan kiçik olanlara baxıram. Ənddirsə hər iki şərt ödənməlidir. Mərtəbəsi 6-dan kiçik olan, mərtəbəsi 6-dan kiçik olan 3 çıxarış var. 3-cü sətir. Mərtəbəsi 6-dan kiçik çıxarış var. 4-cü sətir. Mərtəbəsi 6-dır. Mərtəbəsi 6-dan kiçikdir, amma çıxarışı yoxdur. Mərtəbəsi 6-dan kiçikdir, amma çıxarışı yoxdur. Deməli, burada da bunu nə ödədi? Bunu ödədi. 3-cü və 4-cü sətirlər. OR bildiyiniz kimi birləşmə əməliyyatına uyğun gəlir deyə bu birinci siz gəlib bu 3 və 4 ilə birləşdirəsiniz. Elə bunun birləşməsi sizə verəcək 2-ci, 3-cü, 4-cü, 6-cı, 7-ci sətirləri. Yəni, bu sorğunun nəticəsində 2, 3, 4, 6, 7-ci sətirlər görünəcək. Amma bizdən nə istəyir? Görünməyənləri istəyir. Deməli, 2, 3, 4, 6 və 7 dedik ki, görünər. Görünməyənlər hansı olacaq? Hansı sətirlər gizlənər? 1 və 5. Belə bir variantımız yoxdur. Onda biz haradasa səhv eləmişik. Gəlin bir də baxaq. Ola bilər ki, səhv eləyək. Bunları silirəm. Deməli, burada bizə nə deyir? Deyir ki, not otaq böyükdür 2, ənd qiymət kiçikdir 140.000. Yəni, otağı əvvəlcə mötərizəni tapıb, sonra onu inkar eləyəcəm. Otağı 2-dən böyük olan və qiyməti 140.000-dən kiçik olan. Bu birinci sətirdir ki, otaq 2-dən böyükdür və qiymət 140.000-dən kiçikdir. Deməli, not veribsə, yəni mən 1-i götürməyəcəm. 1-i götürməyəcəm. Sonra gəlib baxıram. Otaq 2-dir. Otaq 2-dən böyükdür, ancaq qiymət 140.000-dən kiçik deyil. Otaq 2-dən kiçikdir. Otaq 2-dən böyükdür, qiymət 140.000-dən kiçikdir. Deməli, bir də 5-i not veribsə, yəni bunları 1 və 5-i götürməyəcəm. Qalanlarının hər birində burada otaq 2-dən böyükdür, ancaq qiyməti 165.000-dir. Deməli, mən gəlib yerdə qalanları götürürəm. Çünki bu mötərizənin içərisin, mən üzr istəyirəm, səhv eləmişəm. Çünki burada 2 mötərizə veribdir. Mən ümumi təhlil eləyəndən sonra not deməliyəm. Mən burada diqqətsizlik eləmişəm. Deməli, belə eləyirik. Çünki videolarımız spontan çəkilir. Yəni, mən belə deyək də, elə sınaq əlimə gələn kimi videonu izah edirəm. Əvvəlcədən yəni, videoya hazırlaşma imkanım olmur. Ümidvaram ki, bunu nəzərə alarsınız. Şərhlərdə də mən həmişə qeyd edirəm. Olur ki, videoda bəzən bir sualda falan səhv olur. Yəni, nəzərə alın ki, mənim videolara hazırlığım olmur. Yəni, videonu açan kimi izaha başlayıram. Yəni, test əlimə gələn kimi. Deməli, belə eləyirik. Birinci biz mötərizəyə ümumi baxaq. Yəni, bu notu ən axıra saxlayacam. Bu not qalsın ən axıra. Bu not ən axıra qalsa, deməli, otaq böyükdür ki, ənd qiymət kiçikdir 140.000 şərtin ödədib 1 və 5. 1 və 5. Deməli, gəlib 1 və 5-i götürürəm. 1 və 5-i götürürəm. İndi gəldik, baxdıq, OR veribdir bizə. OR birləşmədir. Bunu birləşdirirəm. Mərtəbəsi 6-dan kiçik və çıxarışı var olanlarla. Mərtəbəsi 6-dan kiçik, çıxarışı var olanlar 3-cü sətirdir. Mərtəbəsi 6-dan kiçikdir, çıxarışı var. Sonra mərtəbəsi 6-dan kiçikdir, çıxarışı var. Bir də 4-cü sətir. Mərtəbəsi bunların çıxarışları yoxdur. Deməli, mən bu 1-5-i birləşdirirəm. 1-5-i birləşdirirəm. 3 və 4-lə. Bunların, çünki burada OR veribdir mənə. Bunların birləşməsi 1, 3, 4 və 5-dir. İndi mənə nə veribdir? Mənə not veribdir. Not nə deməkdir? Deyir ki, 1, 3, 4, 5-i götürmə. Deməli, not verdiyinə görə elə 1, 3, 4, 5 götürülməyəcək. Yerdə qalanlar götürüləcək. İndi məndən gizlənir soruşur. Gizlənir soruşursa elə cavabım 1, 3, 4, 5 olar. Çünki not veribdir. Deyir 1, 3, 4, 5-i götürmə. Yəni, sorğunun nəticəsində 1, 3, 4, 5 görünməyəcək. 64-cü sualda cavabımız B variantı. Əgər burada görünər soruşsaydı 1, 3, 4, 5-dən başqa yerdə qalanlar 2, 6, 7 bunlar görünən sətirlər idi. Yəni, çünki onlar sorğunun nəticəsi olurdu. Sonra gəldik, baxdıq. Nə deyir burada bizə?
Aşağıdakı verilən yaddaş ölçülərini artmaq sırası ilə düzün. Müxtəlif ölçü vahidləridir. Gəlin bunların hamısını çevirək bitə. Birincidə bizə nə veribdir? 32 kilobit. Gəlin bunu çevirək bitə. Nə edirik? 32 2 üstü 5 deməkdir. Kilobitdən bitə keçəndə nə edəcəyik? Kilobitdən bitə keçəndə 2 üstü 10-a vuracağıq. Bu eləyəcək 2 üstü 15 bit. Sonra gəldik, baxdıq ikincidə. Nə veribdir? 3 kilobayt veribdir. Deməli, 3 kilobayt. Kilobaytı bitə çevirəndə nə edirik? Kilobaytı bitə çevirəndə 2 üstü 13-ə vururuq. Bu da olacaq 3 vurulsun 2 üstü 13 bit. 3 vurulsun 2 üstü 13 bit. Sonra gəldik, baxdıq bu üçüncünə. Üçüncüdə bizə verib 4095 bayt. 4095 bayt. Deməli, bunu da biz belə hesablayaq da. 4096 çıxaq 1 çıxaq 1 vuraq 8 deyək. 4096 nə deməkdir? 212. 2 üstü 12-ni 8-ə vursaq, bu eləyəcək 2 üstü 15 çıx 8 bit. Yəni 2 üstü 15-də 32-min neçəsidir də. Baxarıq indi ona da. Sonra da baxırıq 4-də. 4-də də bizə verib 10240 bit. 10240 bitdən də mən gəlib nə deyə bilərəm? Bunu 5 vur 2 vur 2 üstü 10 bit kimi yaza bilərəm. Çünki 1024 vur 10, onu da 5 vur 2 kimi yazsaq, burada alırıq 5 vurulsun 2 üstü 11 bit. 5 vurulsun 5 vurulsun deməli 2 üstü 11 bit. İndi gəldik, baxdıq. Deməli, nə edək? Buradan gəldik. Bunları hesablayaq da. 2 üstü 15 bizə nə verir? 2 üstü 15 bizə verir 32768. Bu 32768 bitdi. Bu da 2 üstü 13 8192 eləməlidir. Onu da gəlib 3-ə vursaq. Bu da bizə verir 24576. Sonra 32768-dən 8-in çıxacaq. Bu bizə verəcək 32760. Bu da bizə 2048 vur 5 verər də. 2048-də 5-ə vursaq, hədə boyuna heç çevirməyə gərək olur. Bu da elə 10240-dır. Nə istəyirdi? Artma sırası ilə düzün. Nə deməkdir? Azdan çoxa doğru. Deməli, ən az 4-dür, sonra 2-dir, sonra 3-dür, sonra 1-dir. 4, 2, 4, 2, 3, 1. 4, 2, 3, 1 harada var? B variantında var. 65-ci sualda cavabımız B variantı. 66 ABCD 8-lik say sistemində 4 rəqəmli ədəddir. A B-dən, B C-dən, C də D-dən böyük olduğu məlumdursa, aşağıdakı mülahizələrə görə ABCD ədədinin 16-lıq say sistemində qarşılığını tapın. Deməli belə, baxaq görək nə deyir? ABCD 8-lik say sistemində 4 rəqəmli ədəddir. A 8-lik say sistemində deməli ən böyük rəqəmdir. 8-lik say sisteminin ən böyük rəqəmi 7-dir. C 8-lik say sisteminin 5-ci rəqəmidir. 8-lik say sistemində rəqəmlər 0-dan başlayır deyə 5-ci rəqəm 4 olur da. 0, 1, 2, 3, 4. 5-ci rəqəm nə olacaq? 4 olacaq. 8-lik say sisteminin 5-ci rəqəmidir. C 4. Sonra deyir ki, D 8-lik say sisteminin ən kiçik rəqəmidir. 8-lik say sisteminin ən kiçik rəqəmi 0-dır. 7 ilə 4-ün arasında sadə rəqəmdə nədir? 5, burada 7 ilə 4-ün arasında 5 və 6 qalır. 6 sadə deyildi. B-yə 5 götürməliyəm ki, 5 sadədir. Deməli, deyir ki, aşağıdakı mülahizələrə görə ABCD ədədinin onluq say sistemindəki qarşılığını tapın. Deməli, 7, 5, 4, 0, 8-likdə. Bizdən nə istəyirdi? Ədədinin 16-lıq say sistemində qarşılığını tapın deyir. Biz də əvvəlcə bunu ikiliyə çevirək. Artıq yəni bu rəqəmlər üçün biz əvvəlki videolarda da çoxlu qaydalar demişik. 7-nin bunu məsləhət ki, ikiliyə çevirib 2-likdən 16-lığa çevirəsiz.
7-nin qarşılığı 1-1-1-dir. 5-in qarşılığı 1-0-1-dir. 4-ün qarşılığı 1-0-0-dır. 0-ın qarşılığı 3 dənə 0-dır. Bu oldu 8-li ədədin ikilik say sisteminə çevrilməsi. Və ikilikdən də 16-lığa keçəndə 4-4 qruplaşdırma eləyirik. 4 dənə 1 görürük. Bu F deməkdir. 0-1-1-0 görürük. Bu 6 deməkdir. 4 dənə də 0 ilə 0 deməkdir. Bu da bizdə olur F60. F6 0-16-lıqda burada şu sualımızın da cavabı C variantı olar. İndi gəlib baxırıq 67-ci suala. Deyir ki, verilmiş cədvəl fraqmentində S1 xanasında yazılmış düsturu S1 D3 diapazonundakı xanalara köçürüldü. D4 xanasının qiymətini müəyyən edin. Deməli, S1 D3 diapazonundakı xanalara köçürülübsə, məsələn, S1-dən D3-ə, yəni bu 5 dənə xanaya sütun üzrə sürüşdürmədə sütun dəyişmir, sətir dəyişir və dollar olan dəyişmir. Yəni bu B dollar 1 onsuz da burada qalacaq. Burada da sütun üzrə sürüşdürəndə sütun dəyişmir, sətir dəyişir. Bu dollara onsuz da dəyişmir. Bir sətri artır. Olur 2. Eyni şəkildə aşağıya sürüşdürəndə B dollar 1 olduğu kimi qalır. Dollara olduğu kimi qalır. Sətrimiz 1 dəyişir, olur 3. İndi bunu sütunda sürüşdürdük, keçirdirik sətrə. Sətr üzrə sürüşdürəndə sətr dəyişmir, sütun dəyişir. İndi gəldik. B-dirsə bu tərəfə keçəndə olacaq S dollar 1 üstə gələk dollar A2. Sonra gəldik. Burada yenə S dollar 1 üstə gələk dollar A2 və çünki burada biz sətr üzrə sürüşdürürük. Sətr üzrə sürüşdürəndə sətr dəyişmir, sütun dəyişir. Burada A1 olmalıydı. Üzr istəyirəm. Mən bunu 2 yazmışam. Bu birazdan bizə xəta törədəcək. Burada çünki A1-dir deyə bu tərəfə sürüşdürəndə sətr dəyişməyəcək. Yenə də A1 olaraq sürüşəcək. Və burada da yenə S dollar 1 üstə gələk dollar A3 olaraq proses tamamlanacaq. İndi gəldik, baxdıq. Mən gəlirəm əvvəlcə C1, C2, C3 xanalarının qiymətini hesablayıram. C1 xanasının qiyməti B1 plus A1-dir. Yəni, B1 2-dir, A1 də 1-dir. 2 ilə 1-i toplayacağım. Bura olacaq. C1 bərabər olacaq 3-ə. C2 xanasının qiyməti B1 üstəgəl A2-dir. B1 2-dir, A2 də 5-dir. 2 ilə 5-i toplayacaq. C2 xanasının qiyməti olacaq 7 və C3 xanasının qiyməti də B1 üstəgələk. 2 üstəgələk A3 olacaq. 2 ilə 3-ü toplasaq, bu da eləyəcək 5. C1, C2, C3 tapdıq. İndi gəlib D1, D2, D3 hesablayırıq. Deməli, D1 xanasının qiyməti nədir? C1 üstəgələk A1. C1 3-dürsə, 3 ilə 1-i toplayacağım, eləyəcək 4. D2 xanasının qiyməti nədir? C1 üstəgələk A2. C1 xanasının qiyməti 3 idüsə, A2 xanasının qiyməti də 5-dir. 3 ilə 5 toplayacağım, eləyəcək 8. D3 xanasının qiyməti də C1 üstəgələk A3-dür. Yəni 3 üstəgəl 3, bu da bizə verəcək 6. Sam D1, D3 düsturu veribdir bizə. Yəni D1-dən D3-ə qədər olan ədədləri cəmləyəcək. Bu da bizə verəcək 18. 67-ci sualda cavabımız D variantı olar. Sonra 68-ci sualda, nədir bu? Deyir ki, web proqramlaşdırmaya aid bir sual veribdir bizə. Verilmiş HTML fraqmentinə əsasən, A hərf güvən sınaq nəticə HTML. Deməli, baxın, A tagi açılıb. İndi burada bir istinad var və A tagi bağlanıbdır. A tagi bağlanıbdır. Burada açılıb, burada bağlanıbdır. A taginin arasına da gətirib image tagini qoyubdur. A taginin arasına da image tagini qoyubdur. Deməli, A tagi istinad vermək üçündür. A taglərinin arasında olan, 2 dənə A taginin arasında olan, bu istinad göstəricisidir. İstinad göstəricisi. İstinad göstəricisi. İndi gəlin baxaq, nədir məsələmiz? Deməli, baxırıq burada. Bu istinad göstəricisinin özü də gördüyünüz kimi web səhifəyə istinaddır. Yəni, istinad göstəricisi şəkildir. Həmin şəkildə bir web səhifədədir.
Və burada da bir web səhifəyə keçid linki var və həmin keçid linkinin istinad göstəricisi də elə həmin səhifənin özünədir. Belə bir variant axtarmalıyıq. Deyir ki, istinad göstəricisi internetdə qrafik fayl, düz deyir, istinad göstəricisi budur. Yəni bu img.tag istinad göstəricisidir və o internetdə olan qrafik fayldır. İstinad özü də internetdə web səhifədir. Yəni bu istinadda bəli, internetdəki bir web səhifəyə istinaddır. Əslində A variantı doğrudur. Yenə baxaq görək. Lokal kompüter deyir, yanlış. İstinad göstəricisi internetdə qrafik fayl, istinad lokal kompüter deyir, yanlış. İstinad göstəricisi internetdəki web səhifə deyil, qrafik fayldır, yanlış. İstinad göstəricisi internetdəki qrafik fayl, istinad internetdəki qrafik fayl deyil, web səhifədir. Y yanlış. Elə burada sualınızın cavabı 68-də A variantı olar. Baxın, istinad göstəricisi internetdə olan, baxın görürsünüz, internetdə olan şəkildir bu və istinadda bir web səhifəyə, internetdə olan web səhifəyə istinaddır. 68-də cavabımız A. Biraz bu sualı diqqətli oxuyun. Abituriyentlərin çoxu nəzəriyyədən qaçaqdır deyə bu sualda da çətinlik çəkə bilərlər. 69-cu sualda nə deyir bizə? Yadınızda saxlayın. Bu tipli suallarda abituriyentlər nədə karxırlar? Abituriyentlər faylın yolu ilə qovluğun yolun fərqin çox başa düşmürlər. Baxın, bu sualda da köçürüldüyü qovluğun yolunu istəyir sizdən. Gətirirsiniz qovluğun yoluna faylı da əlavə edirsiniz bəzən. Çünki mən öz abituriyentlərimdə də bunu görürəm ki, yəni belə səhvlər eləyirlər. Yadınızda saxlayın, sizdən qovluq yolu istəyirsə, qovluq yolunda fayl görünməməlidir. Deməli, indi deyir ki, Zümür JPG faylının tam adı aşağıdakı kimidir. Yəni, bu faylın həm tam adıdır, həm də tam yoludur. Faylın yerləşdiyi qovluğun daxilində, yəni fayl hal-hazırda desktop qovluğunun içərisindədir. Yeni qovluğu yaradıldı və fayl həmin qovluğa köçürüldü. Faylın köçürüldüyü qovluğun yolunu tapın. Deyir ki, faylın yerləşdiyi qovluq. Yəni, bu Zümür faylı var. Bunu buradan qaralayıram. Bu desktopun içərisində gəldi bir yeni adlı qovluq yaradıldı. Yəni, desktopdan sonra yenidən sonra təzələnən nə? Zümür.jpg. Yəni, fayl həmin qovluğa köçürüldü. Faylın köçürüldüyü qovluğun yolunu istəyir bizdən. Gəlib hardan qədər götürəsiz? Faylın köçürüldüyü qovluğun yolu deyirsə, C-user, rəhim, desktop və yeni. Burada bircə dəqiqə. C-user, rəhim, desktop, yeni. A, B variantlarında nə fərq var ki? Users, rəhim, desktop, A və B variantlarında heç bir eynidir. Desktop yeni. Deməli, bu C, Y, burada faylın köçürüldüyü qovluğun yolunu. Burada cavabımız, yəni yeni də bura daxil olmayacaq. Çünki faylın yolu deyəndə fayl ora daxil deyil. Faylın tam yolu deyəndə fayl ora daxildir. Eyni zamanda qovluğun tam yolu desə, qovluq ora daxildir. Ancaq qovluğun tam yolu demir ki, qovluğun yolu deyir də. Yəni, yeniyə gələn yol nədir? C-user, rəhim, desktopdur. C-user, rəhim, desktopdur. D variantındadır. Burada da A-la B deyəsən elə eyni variantlardır. Burada 69-da cavabımız D variantı olacaq. Müəyyən bir standartda kodlaşdırılmış qrafik fayl CMYK standartına keçirildikdə həcmi 10 kilobayt artdı. Daha sonra fayl 75% sıxıldı. Sıxıldıqdan sonra faylın həcmi 15 kilobayt azaldı. Faylın ilk kodlaşdırıldığı standartın rəng dərinliyini müəyyən edin. Deməli, belə. Müəyyən bir standartda kodlaşdırılıbdır. CMYK standartına keçirildikdə mən deyirəm ki, məsələn, birinci halda, yəni o birinci hala baxıram, rəng dərinliyini müəyyən edin deyir. Deyirəm ki, birinci halda rəng dərinliyi i-dir və faylın təsvirin ölçüsü də A vur B-dir. Birinci halda həcm i vur A vur B-dir. Deyir ki, müəyyən bir standarta
kodlaşdırılmış qrafik fayl CMYK standartına keçdikdə. İndi ikinci halda CMYK standartında mən bilirəm ki, 1 pikselim 4 bayt və yaxud 32 bitdir. Onda olacaq 32 vurulsun A, vurulsun B. Buradan bura keçəndə faylın həcmi 10 kilobayt artıbdır. Buradan bura keçəndə faylın həcmi 10 kilobayt artıb. Yəni daha sonra fayl 75% sıxıldı və sıxıldıqdan sonra faylın həcmi 15 kilobayt azaldı. 10 kilobayt artdı. Deməli, belə eləyək bunu. Faylın ölçüsünü versəydi əslində yaxşı olardı. Faylın ölçüsünü verməyib deyə işimiz biraz çətinləşəcək. Deməli, buradan bura keçəndə i vurulsun, a vurulsun, b üstə gələk. 10 kilobaytı da bitə çevirsək, bu bizə nə verəcək? 10 vurulsun 2 üstü 13 bərabərdir 32 vuraq a vuraq b. Buradan bunları keçirtdik bu tərəfə. Bu AB-ni keçirsək bu tərəfə. Qalacaq 32 minus i vuraq A vuraq B bərabərdir 10 vurulsun 2 üstü 13-ə. 10 vur 2 üstü 13-ə. İndi gələk buradan baxaq. Deyir ki, daha sonra fayl 75% daha sonra fayl 75% sıxıldı. Sıxıldıqdan sonra faylın həcmi 15 kilobayt azaldı. Deməli, biz bunu gəlin, belə bizə bir şey verməyəcək. Bunu belə gedək. Bax, fayl 75% sıxılıbsa, fayl 75% sıxılıbsa, sıxıldıqdan sonra da, yəni faylın həcmi 75% azalmalıdır. Və azalan həcmi bizə 15 kilobayt veribsə, deyirəm ki, bu faylın 75%, 15 kilobaytdırsa, bu faylın 100%-i nə qədərdir? Burada gəlib deyirəm x. Niyə? Çünki 75% sıxıldı deyirsə, 75% azalmalıdır. 75% 15 kilobaytdırsa, 100%-nə x deyib. X-i buradan gəlib hesablasam, 100-ü vurasıyam 15-ə, böləsiyəm 75-ə. Bu da bizə nə verər? 1500-ü bölək 75-ə. Bu bizə verər 20. Bu bizə verər 20. Deməli, faylın ümumi həcmi 20 kilobaytdır. 20 kilobayt. İndi gəldik, baxdıq. Deyir ki, CMYK standartına, daha CMYK standartına keçəndə faylın həcmi 10 kilobayt artıbdır. Deməli, onda mən burada gəlirəm CMYK standartında 4 bayt və yaxud 32 bitdir də. Buradakı təsvirin həcmin təsvirdəki piksel sayını hesablayıram. 4 baytdan 4 bayt vurulsun A, vurulsun B. Yəni, rəng dərinliyi 4 baytdır. Vur A, vur B bərabər olub 20 kilobayta. Çünki mən faylın həcmini 20 kilobayt aldım axı. Bunu da 20 vur 2 üstü 10 kimi yazıram ki, bayta çevrilsin. Onda mən gəlib buradan A vur B-ni hesablayanda 20 vur 2 üstü 10-u bölürəm 4-ə. Bu da mənə verir 5 vurulsun 2 üstü 10. Bu mənim təsvirimdəki piksellərin sayıdır. İndi məndə əvvəlki təsvirin rəng dərinliyini istəyir də. Mən deməli, CMYK-yə keçəndə 10 kilobayt artıb, CMYK-da 20 kilobayt olubsa, deməli, mənim əvvəlki təsvirimin həcmi 10 kilobayt imiş ki, CMYK-yə keçəndə də 10 kilobayt artıb, CMYK-da həcmə 20 kilobayt tapmışdım, 20 kilobayta bərabər olub. Onda mən gəlib buradan nə deyirəm? Deyirəm ki, i vurulsun, a vurulsun, b bərabərdir 10 kilobayt. Yəni, bu əvvəlki vəziyyətdir ki, CMYK-yə keçəndə də 10 kilobayt artıb, 20 kilobayt olub. Mən buradan a vur b-nin yerinə 5 vur 2 üstü 10 yaza bilərəm. i vurulsun, 5 vurulsun, 2 üstü 10 bərabərdir. Bunu da 10 vurulsun, 2 üstü 13 yazıram. Buradan da gəlib i-ni hesablasam, 10 vurulsun, 2 üstü 13 bölünsün, 5 vurulsun, 2 üstü 10. Burada gəlib nə alıram? 10 ilə 5 gedir. 2, 2 üstü 14, 2 üstü 10-a bölsəm qalacaq 2 üstü 4. Bu da bərabərdir 16-ya.
Deməli, fayl ilk kodlaşdırdığı standartın range dərinliyi. Range dərinliyi elə i-nin özüdür. 16 bit eləyəcək. Əgər rənglərin maksimal sayını istəsəydi, onda B variantı 216 götürərdik. 70-ci sualda cavabımız A variantı. Sonra alqoritm nümunəsində klaviaturadan ədədi daxil edildikdə nəticəni müəyyən edin. Deməli, bu nədir? 314.367 ədədi daxil olunub. Bunu bir balaca kiçildək, fraqmentə tam baxaq. Bir balaca da kiçildək. Hə. Burada n daxil eləyib. Nə daxil eləyib mənə? Bir də baxım, 314.367. Deməli, 314.367 daxil eləyib. A bərabərdir 10-a. S də bərabərdir 0-a. N böyükdür 0-dan, hə. K bərabərdir n-in 10-a bölünməsindən alınan qalıq. N də böyükdür n-in 10-a bölünməsindən alınan tam hissə. K kiçikdir A-dan. K həmişə A-dan kiçik olacaq. Çünki 10-a bölünmədən alınan qalıqdırsa, bu bizə ancaq buradakı rəqəmləri verəcək. K kiçikdir A-dan. A-nı da hər dəfə K-ya bərabər eləyəcək. Baxaq görək nədir bu belə. Deməli, bizdən nə istəyir? Bizdən istəyir ki, nəticəni müəyyən edin. Hə. N böyükdür 0-dan. Bəli, K bərabərdir N-in 10-a bölünməsindən alınan qalıq. Buradan da gəlib yazıram K bərabərdir. 314.367-nin 10-a bölünməsindən alınan qalıq 7-dir. N də N-in 10-a bölünməsindən alınan tam hissədir. Yəni, N-in növbəti qiyməti gəlib olacaq 31.436. Çünki 10-a bölünmədən alınan qalıq həmişə tam hissə sonuncu rəqəmi silir. N-in qiyməti oldu 31.436. S bərabərdir S üstə gələk K. Deməli, S-in də qiyməti 0 idi. 0-ın üstünə gəldi 7-ni. Və A-nı K-ya bərabər elədi. A-nı bərabər elədi. A-nın qiyməti artıq. A-nın da başlanğıc qiyməti 10 idi. A-nın qiyməti gəlib oldu 7-yə. İndi gəldik. N böyükdür 0-dan. Bəli, hələ də N 0-dan böyükdür. K N-in 10-a bölünməsindən alınan qalıqdır. N budur. 10-a qalıqla bölsəm düşəcək burada 6. Və N də N-in 10-a bölünməsindən alınan tam hissədir. N-in bu dəfəki qiyməti olacaq 3143. K kiçikdir A-dan. 6 kiçikdir 7-dən. Bəli, 6 7-dən kiçikdir. Hər qolunda S-in üstünə yenə K gələcək. Və A da K-ya bərabər olacaq. A-nın bu dəfəki qiyməti olacaq 6. Bir də N böyükdür 0-dan. Bəli, bu 0-dan böyükdür deyə N-in 10-a bölünməsindən alınan qalıq. Yəni 3143-ün 10-a bölünməsindən alınan qalıq 3-dür. N-in 10-a bölünməsindən alınan tam hissə son rəqəmi silirəm 314-dür. 3 kiçikdir 6-dan. Bəli, 3 6-dan kiçikdir deyə S-in üstünə K-nı əlavə edir və A-nı da K-ya bərabər edir. K-nın qiyməti 3-dürsə, A-nın da qiyməti 3 olacaq. Gəldim. N böyükdür 0-dan. Yəni 314 0-dan böyükdür. Bəli. N-in 10-a bölünməsindən alınan qalıq 4-dür. Və N-in 10-a bölünməsindən alınan tam hissə də 31-dir. İndi gəlir burada 4 kiçikdir 3-dən. K kiçikdir A-dan. Bu dəfə deyirsən ki, yox, K A-dan kiçik deyil. Yox, istiqamətində gəlirsən dövrə. N-in 10-a bölünməsindən alınan qalıq 1-dir. N-in 10-a bölünməsindən alınan tam hissə 3-dür. K kiçikdir A-dan. 1 kiçikdir 3-dən. Hər deyirsən, S-in üstünə K-nı gəlirsən, A-nı da K-ya bərabər edirsən. Və qayıdırsan, deməli, 3 böyükdür 0-dan. Hər deyəsən, 3-ün 10-a bölünməsindən alınan qalıq elə 3-dür. 3-ün 10-a bölünməsindən alınan tam hissə 0-dır. K kiçikdir A-dan. 3 kiçikdir 1-dən. Yox deyəsən, artıq 0 0-dan böyükdürmü? Yox deyib və S-in çıxışına gedirsən. 7, 6, 13, 16, bir də burada 17. Burada da sualımızın cavabı Y variantı olacaq. Bu da olacaq 71-ci sualımızın izahı. 72-də bizə nə deyir? Deyir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A bərabərdir Sara olsun. B bərabərdir list A. B bərabərdir list A nə deməkdir? Yəni B bərabər olacaq. Bu list A. Sətri siyahıya çevirir də. Yəni, bu olacaq belə. Dırnaq içərisində S, sonra dırnaq içərisində A, dırnaq içərisində R, sonra dırnaq içərisində A. Bax, belə. Sonra deyir ki, if B-dəki, yəni bu B siyahısındakı
A-ların sayı 1-dən böyükdürsə, B siyahısında da A-ların sayı 2 dənədir. 1-dən böyükdür deyə. If ödəyib deyə else baxmıram. Del B1. Yəni B-nin birinci indeksini sil. Bu 0, 1, 2, 3. D-nin də B-nin də birinci indeksi deyək bu A-dır. Bu delete deyir. Bunu sil. Bunu sildik. Print B. B-nin çap elə sırrı A. Sırrı A da harda var? Deyir burada C variantında var. Bu da olur bizdə 72-ci sualımızın izahı. Gəldik, baxdıq 73-cü suala. Nə deyir bizə? Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Eləyək nəticəni müəyyən. A bərabərdir işıqlı. Deməli, A bərabərdir işıqlı. Aha, sonra nə deyir? Deyir ki, A nöqtə replace I, deyir A-dakı I-ləri I-la əvəz elə. Onda burada A bərabər olacaq. İşıqlı. İşıqlı. Sonra təzədən deyir ki, A nöqtə replace I, A-dakı I-ları I-lərlə əvəz elə. Onda burada da A bərabər olacaq. İşiqli. İşiqli. Söz qutardı, getdi. İşiqli də harada var? Bir de burada A variantında var. 73-cü sualda cavabımız A variantı olur. Burada nə deyir? Deyir doğru IP ünvanı müəyyən edin. Eləyək də. Deməli, nə deyirdi IP ünvanı? Deyirdi ki, 3 nöqtə ilə ayır. 4 hissədən ibarət olsun və hər bir hissədə hansı aralıqda qiymət alsın? 0-dan 255 daxil olmaqla 0-255 arasında qiymət alsın. İndi gəldik, baxdıq. Siz bunu ən yaxşı variantla işləyin. Yəni, bu sualı gəlib, məsələn, birinci DC, AB verib. Məsələn, A variantına baxıram. A variantına görə yazsam, birinci D qoysam 10.2, ardına C-ni qoysam 58, sonra ardına A-nı qoysam 27 nöqtə, sonra da ardına B-ni qoysam 100.136, yəni bu uyğun bir fraqment deyil. Yəni bu A variantı getdi. Çünki 258, 27 deyə bir hissə ala bilmərəm axı. 4 hissənin hər biri 0-255 arasında qiymət almalıdır. B variantına baxıram. AD, ADC, B. Deməli, əvvəlcə A 27 nöqtə, ardınca D 10.2, sonra ardınca C 58, sonra da nöqtə 136. Bu da olmaz, çünki 258 var burada. 2 nöqtənin arasında maksimum 255 ola bilər. Bu da getdi. Sonra baxıram DACB. Gəldim D 10.2, 10.2. Sonra ardınca verib A 27 nöqtə. Sonra ardınca verib C 58. Sonra da ardınca verib B 136. Baxdım 0-255 arasındadır. 0-255 arasındadır. 0-255 arasındadır. 0-255 arasındadır. Deməli, hər bir nöqtənin sağı solu 0-255 arasında olmalıdır. Maksimum 255 ola bilər. Sonra gəldik, baxdıq 74-də cavabımız C 75-də. 75-də də bu sualı riyazidə yaza bilərsiniz. Amma gəlin sizə rahat bir yol deyim. Bunların hamısı x, 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 x eyni say sistemindədir. Gəlirsiniz, belə olanda sonuncu rəqəmlərə baxırsınız. 2 ilə 3-ü topladınız. Sizə nə verdi? 5. 5-dən 1 çıxanda nə verdiniz? 4. Amma bura nə veribdir? 0. Deməli, belə veribsə sizə, deməli, biz normalda toplayıb çıxmada nə edirdik? Məsələn, tutaq ki, 8-likdə toplayıramsa, topladığım nəticə 8-dən böyük olanda 8 çıxıb bir yadda deyirəm. İndi burada da toplayıb 5 çıxıb 4 alıbdır, amma aşağıya 0 yazıbdır. Deməli, bu 4-dən nəsə çıxıbdır da. Deməli, buradan gəlib nə deyəsiyəm? Buradan gəlib deyəsiyəm ki, bu elə 4-lük say sistemindədir. Nəyə görə? Çünki 22 üstəgəl 13. Bu topla, sonra gəlirəm, bunu da buradan çıx 11. Bunu da buradan çıxma desəm. Bunu da buradan çıxma desəm. Çıxılsın 11. Gəlib buradan 2 ilə toplayıram 5, 1 çıxıram 4. Amma bura aşağıya 0 verib. Çünki 4-dən 4 çıxmalıyam ki 0 qalsın da. Yəni bir dənə 4-ü çıxdım. Bura elədir 0. 2 ilə 1 topladım 3. 1 çıxdım 2. Bir də yadda mənə 3 verdi. Deməli elə bu x say sistemi. Bizdə deyir ki x bərabərdir 4-ə. Deyir ki x say sisteminin rəqəmləri cəmini tapın. Tapaq da 4-lük say sisteminin rəqəmləri nədir? 0-dır, 1-dir, 2-dir və 3-dür. 4-lük say sisteminin rəqəmləri cəmi də olasıdır
Y variantı 6. Burada da cavabımız 75'te olur Y. Sonra gəldik, baxdıq. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin, eləyək. X bərabərdir 5, Y bərabərdir 3. Deyir ki, X vuraq Y böyükdür ondan. X vuraq Y ondan böyük olduğu üçün 5 3'ə vuranda 15 eləyir. Print X plus 3. Yəni 5 plus 3 8 çap olunacaq. End nə deyir? End deyir ki, çap olunan mənim ardımca çap olunsun. Loru dildə desək. Sonra gəldik, baxdıq. Növbəti ifə düşürəm. Eyni hizadadır. X böyükdür 7-dən. Yox. Onda bu Y plus 3 çap olunmayacaq. Sonra baxıram. Y böyükdür 5-dən. Yox. Ona görə bu şərt ödənmədiyinə görə bu da çap olunmayacaq. Artıq bu if ödənmədiyinə görə bu elsə baxıram. Print 2Y. Print 2Y. Y üçdürsə 2Y-də bu da bizə verəcək 6. Deməli, çapa sadəcə 8 və 6 gedəcək. 76-cı sualda da cavabımız A variantı olar. Sonra baxırıq. 77-də nə deyir bizə? Deyir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. 5, 1, 3, 6, 3, 7, 4, 8. For i in range 0-dan len a minus 2-yə qədər. Yəni, 0-dan len neçədə nədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-dən 2-sini çıxsaq 0-dan 6-ya qədər. Yəni, i-nin aldığı qiymətlər 0, 1, 2, 3, 4 və 5 olacaq. Deməli, deyir ki, if i-nin 2-yə bölünməsindən alınan qalıq, yəni i-nin cüt qiymətlərində a-i-ni a-i plus a0-dan əvəz elər. İndi gəldik, baxdıq. Bunu 0, 1, 2, 3, 4, 5, 6, 7 nömrələdim. İndi gəlirəm. i-nin 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdir. Bəli. Burada gəlib baxıram. i-nin birinci 0 qiyməti ilə başladım. 0-ın 2-yə bölünməsindən alınan qalıq 0-dır deyə. Gəlib mənə verib. A0 bərabərdir. A0 yəni a-i üstə gələk A0. A0. Deməli, A0-ımız 5-dir deyə 5 ilə 5-i toplayacaq. Bu bizə verəcək 10. Yəni, birinci artıq bu 5-in yerinə gəlib 10 olacaq. Sonra gəldik, baxdıq. i-nin 2-yə bölünməsindən alınan qalıq 0 deyil. Amma burada 2-də. i-nin 2-yə bölünməsindən, 2-nin 2-yə bölünməsindən alınan qalıq 0-dır deyə. Gəlib deyəcək, A2 bərabərdir. A2 üstə gələk A0. İndi gəldik, baxdıq. Yəni, cüt indeksli nömrələrin üzərinə həmişə A0 gələcək də bu. Deməli, buradan da A2-nin qiyməti 3-dür. 3-ün üstünə 5 gələcək. Bu da bizə nə verəcək? 8. Burada A2-nin də yerinə gəldim, yazdım. 10, 1, 8. Sonra bu 2 getdi. Bu 3 2-yə bölünmədən alınan qalıq 0 deyil. Bu 4 2-yə bölünmədən alınan qalıq 0-dır deyə. Gələcək A4 bərabərdir. A4 üstə gələk A0. Deməli, buradan da A4-ün qiyməti neçədir? 3-dür. 3-ün üstünə A0 5-i gələndə bu da bizə 8 verəcək. Deməli, A4-ün də qiyməti 8-ə bərabər olacaq. Sonra artıq bu da 2-yə bölünmədən alınan qalıq 0 deyildi. Burada heç nə eləməyəcək. Və print A-nı çap eləyəcək. 11, 8, 6, 11, 8, 6, 8, 7, 4, 8 A variantı. Çünki 10, eyni, 1 eyni, 8 eyni, 6 eyni, 8 eyni, 7 eyni, 4 eyni, 8 eyni. 77-ci sualda cavabımız A variantı olar. Deməli, burada printerlər nətər ola bilər? Printerlər şırnaqlı ola bilər, lazerli ola bilər. 1-ə BC, BC. Skanerlər nətər ola bilər? Skanerlər də deməli, ştrix-kod skanerləri var, D variantı. Bir də AD. 1-ə BC, 2-yə də AD. Burada da cavabımız B variantı. İndi gəldik, baxdıq 79-cu suala. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, bizə verib birinci K1. K1-i gəlib hesablasaq. Gəlirik, buradan deyirik K1. İndi onda x bərabərdir D1. X bərabərdir D1. İndi
Mən gəlib əvvəlcə D1-i hesablamalıyam burada. D1. D1 də bərabərdir. A bərabərdir 1 üstəgələk 3 vuraq 2. Bu eləyir 7. Amma bu D1 mənə qaytarır A vur 2-ni. Yəni 7 vur 2. Bu da nəyə bərabərdir? 14-ə. Deməli, mən D1 üçün gəlib nə alıram? D1 üçün gəlib alıram 14. X 14-sə, onda bu bir x də bərabərdir D14-ə. Dx ver baxı mənə. Onda bir də gəlib D14-ü hesablayıram. D14 də bərabərdir. 14 üstəgələk 3 vuraq 2. Bu eləyir 20. 20-ni də gəlib 2-yə vursaq, bura gəlib alırıq 40. Deməli, bunun nəticəsi oldu 40. Təzdəndən 40-ı da gəlib 3-ə vursaq, bizə çünki x vur 3-ü qaytarır. 40-ı da 3-ə vursaq, bu bizə qaytarası 120. K1-in qiyməti nəyə bərabər olar? 120-yə bərabər olar. Burada da cavabımız 79-da B variantı olar. Sualları biraz düşündürücü qoyublar bu dəfə. Yəni, belə deyək də, konkret deyil suallar. Biraz düşündürücülük var, biraz ağırlaşdırıblar əvvəlki sınaqlarla müqayisədə. D5 xanasında yazılmış düsturu hansı xanaya köçürülə bilməz? Deməli, burada bizə nə veribdir? Bizə düstur verib dollar C4 üstəgəl Y dollar 2. İndi gəlin baxaq. Siz D5-i, D5-i məsəl üçün deyirəm. D5-i C2-yə köçürə bilərsinizmi? Onda baxıram. Sizin hərfiniz, hərf bilirsiniz ki, sütun dəyişməsidir də. Hərf sütun dəyişməsidir. D bir addım geriyə gedibdir. Sizin rəqəminiz də, rəqəm də sətr dəyişməsidir. Bu da 3 addım geriyə gedib. İndi görün, siz buradakı hərfi bir addım geri, rəqəmi də 3 addım geri apara bilirsiniz. Bu dollar C-də onsuz da olduğu kimi qalacaq. Hərfi dəyişməyəcək. Rəqəmin 3 geri apara bilərəm. Məsələn, bu 4-ü 3 geri aparsam 1 qalacaq. Bu Y-ni, hərfi bir addım geriyə apara bilərəm. D olacaq. Bu da dollar 2-də olduğu kimi qalacaq. Deməli, C2-yə köçürə bilirəm. Bu getdim. İndi gəlib baxıram, görəsən mən bunu Y, məsələn, C2-yə köçürə bilirəm. Çox güman ki, deməli, burada məsələn Y1-ə baxsam. Misal üçün, baxıram D5-dən Y1-ə. İndi baxın, məndə hərfdə bir addım irəliyə getmişəm. Hərfim plus 1-dir. Amma rəqəmim minus 4-dür. İndi gələk baxaq. Mən burada onsuz da bunun hərfi dəyişməyəcək. Dollar C qalacaq. Rəqəmi 4 azaltsam, 4-ü 4 azaltsam bu nə eləyir? C0. Məndə C0 deyə bir xana yoxdur axı. Deməli, elə onda hara köçürə bilmərəm? Y1 xanasına köçürə bilmərəm. C qutardı, getdi. Amma digərlərinə yoxlasaz, F3, D6, C5 bunlara köçürmə eləyə bilərsiniz. Bunun da niyəsini dedim, çünki rəqəmdə 4 azalma var. Mən bu C4-ün rəqəmini 4 azaltsam C0 alır. Amma məndə C0 xanası yoxdur Excel cədvəlimdə. 80-ci sualda cavabımız olur B. Gəldik, baxdıq 81-ci suala. Nə deyir? Deyir ki, Python dilində verilmiş proqramın alternativi hansıdır? N bərabərdir int input, I bərabərdir 1, while I kiçikdir bərabərdir N. Tutaq ki, mən bura N-ə 3 daxil eləsəm, I 1-dirsə, 1 kiçikdir bərabərdir 3-dən. I plus 1-i çap eləyəcək. Yəni, 1 plus 1-i çap eləyəcək. 2-ni çap eləyəcək. Sonra, daha doğrusu, 1-in üstünə 1 gəlib 2-ni çap eləyəcək. Sonra 2, I 2 oldu. 2 3-dən kiçik bərabərdir deyə, 2 3-dən kiçikdir bərabərdir deyə. 2-nin üstünə 1 gəlib 3 eləyir, 3-ü çap eləyəcək. 3 3-dən kiçik bərabər deyə 3-ün üstünə 1 gəlib 4-ü çap eləyəcək və 4 kiçik bərabər deyil deyib çıxacaq. Yəni, biz bunu axtarıb tapmalıyıq. Məsələn, indi burada da baxsaq, mən N-ə 3 versəm, I-nin qiyməti 1-dən 4-ə qədər. Yəni, I yenə də bərabər olacaq 1-ə, 2-yə, 3-ə. 1-ə, 2-yə, 3-ə. Və burada hər dəfə I-ni çap eləyəcək. Məndə 2, 3, 4-ü çap eləməsi lazımdır axı. Amma bu məndə nəyə çap eləyəcək? 1, 2, 3-ü. Deməli, A variantı olmayacaq. Mənə nə lazımdır? 2, 3, 4 çap olunsun. Buradan da yenə 1-dən başlayır deyə 1-dən çap eləyəcək. Bu da olmaz.
Amma burada n-dən n plus 2-yə qədər veribdir mənə. Mən n-ə 3 daxil eləsəm, i-nin qiymətləri nə olacaq? 2 olacaq. Elə bir 3 plus 2 5-dir də. I-nin qiyməti 2 olacaq, 3 olacaq, 4 olacaq və printi 2, 3, 4-ü çap eləyəcək. Burada cavabım C variantı olar. Sonra gəldik, baxdıq 82-ci suala. Nə deyir? Zahid, Xalid, Nurullah, Rövşən, İlkin, Yusif qaçış yarışında aşağıdakı mülahizələrə uyğun yer tutdular. Zahid finala yaxın 4-cü yerdə qaçanı keçdi. Bunlar cəmi neçə nəfərdir? 1, 2, 3, 4, 5, 6 nəfərdirlər də. Zahid finala yaxın 4-cü yerdə qaçanı keçdi. Finala yaxın 4-cü yerdə qaçanı keçibsə, onda Zahidə 3-cü yer demək olar. Deməli, belə deyək də. Bunlar ümumilikdə 6 nəfərdir. Finala yaxın 4-cü yerdə qaçanı keçibsə, Zahidə 3-cü düşünə bilərəm. Rövşən finişə Nurullahdan sonra Zahiddən əvvəl çatdı. Nurullahdan sonra Nurullahdan sonra Zahiddən əvvəl. Zahid 3-cüdürsə, Rövşən Zahiddən əvvəl çatdısa, Rövşən 2-cidir, Nurullah 1-cidir. Nurullahdan sonra Zahiddən əvvəl. Yusif ilkini keçə bilmədi. Nurullahdan sonra 4 nəfər yarışı bitirdi. Yusif, deməli məndə 1, 2, 3. Onda 4-cü yerdə qaçanı keçdi. Yusif ilkini keçə bilmədi. Yusif ilkini keçə bilmədi. Xalid yarışı neçənci yerdə bitirdi? Bizdə Xalid haqqında bir fikir var. Hə, Zahid 4-cü yerdə qaçanı keçibsə, 4-cü yerdə qaçanı keçibsə, deməli, burada sualda şərtmi çatmır, yoxsa biz nəyisə yanlış eləyirik? Deməli, Rövşən finişə Nurullahdan sonra Zahiddən əvvəl çatdı. 1, 2, 3-ümüz bəllidir. Yusif ilkini keçə bilmədi. Nurullahdan sonra 4 nəfər yarışı bitirdi. 2, 3. Xalid yarışı neçənci yerdə bitirdi? Yusif ilkini keçə bilməyibsə, Yusif sonuncu. Burada şərtdə biraz nəsə çatmır sanki. Deməli deyir ki, Zahid, Xalid, Nurullah, Rövşən, İlkin və Yusuf qaçış yarışında aşağıdakı mülahizələrə uyğun yer tutdular. Zahid finala yaxın 4-cü yerdə qaçanı keçdi. Deməli, Zahid 4-cü yerdə qaçanı keçibsə, 4-cü yerdə qaçanı keçdisə, deməli, mən burada yanlış eləmişəm. 4-cü yerdə qaçanı keçibsə, 4-cü yerdə özüdür də. Yəni, biri 4-cü yerdə qaçır. Bir dənə buradan yazaq. 1-ci yer, 2-ci yer, 3-cü yer, 4-cü yer, 5-ci yer, 6-cı yer. 6-cı yer. Deməli, burada nədir məsələmiz? Zahid 5-ci imiş. Gəlib elə bir 4-cü yerdə qaçan kimdirsə, 4-cü yerdə qaçanı keçib. Zahid gəlib dayanır burada. Zahid buradadır, 4-cü yerdə. Finala yaxın. Deyir ki, Nurullahdan sonra 4 nəfər yarışı bitirdi. Deməli, Rövşən finişə Nurullahdan sonra Zahiddən əvvəl. Onda mən Nurullahı 2-ci yerə yazmalıyam ki, Nurullahı bura yazmalıyam ki, Nurullah. Nurullahdan sonra 1, 2, 3, 4 nəfər olsun. Rövşən də bunların arasında olsun. Rövşən də bunların arasında olsun. Sonra deyir ki, Yusif ilkini keçə bilmədi. İlkini keçə bilmədi. Deməli, Yusif ilkini keçə bilmədisə, onda ilkinlə Yusif qalır axıra. Yusif ilkini keçə bilməyib. Deməli, onda 1-ci yerə kim çıxmış olur? Elə Xalid də 1-ci yerə çıxmış olur da. 82-ci sualda cavabımız Y variantı. Kompüterimizi zaryadkaya qoyum, zaryadkası azalır. Deməli, nə deyir? 83-cü suala baxırıq.
A1 C5 diapazonuna görə yazılmış fikirlərdən hansılar doğrudur? Deməli, baxaq. Təhlil eləsək A1 C5 diapazonunda sütunlar hansıdır? Sütunlar A-dır, B-dir, C-dir. Yəni 3 dənə sütun var. Sətirlərə baxaq. Sətrin böyük nömrəsindən kiçik nömrəsini çıxıb üzərinə 1 gəlirsiniz sətirləri sayanda. 5 dənə sətir var. Xanada sətr vur sütun deməkdir. 3 vur 5, 15 dənə də xana var. Diapazonda 15 xana var, doğru. Diapazonda 3 sütun var, doğru. Diapazonda 3 sətr var, yanlış. Diapazonda 5 sütun var, yanlış. Diapazonda 5 sətr var, doğru. Diapazonda 20 xana var, yanlış. Nə oldu? 1, 2, 5. Sonra gəldik, baxdıq 84-cü suala. Verilmiş qraf nümunəsi üçün qurulmuş qonşuluq matrisində sıfırların sayı. Nə edirsiniz? Matris qurursunuz. Zarafat edirəm, matris qurmursunuz. Deməli, belə eləyirsiniz. Sıfırların sayı bu əlaqəli qrafdır da, yəni təpələr tillərlə əlaqələnibdir. Bu tipli qrafları görəndə sıfırların sayını belə tapırsınız. Deyirsiniz ki, təpələri sayırsınız. Təpənin sayını yüksəldirsiniz kvadrata. Sonra gəlirsiniz, tilləri sayırsınız. Tillərin sayını da vurursunuz 2-yə. Bu sizə sıfırların sayını verməlidir. Çünki til vur 2 birlərin sayıdır. Ümumi neçə təpə varsa, məsələn 5 təpə varsa, orada 25 dənə xana var. 25 xanada birləri sayandan sonra birləri çıxanda sıfırlar qalır da. İndi mən də burada təpələri sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deyirsiniz 9-un kvadratı çıxılsın. Tilləri sayırsınız. Yəqin ki 8, 8, 16-dan olar sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 dənə. Bunu da yazırıq 16 vuraq 2. Yəni 81-dən gəlib çıxırıq 32-sin. Bu da bizə nə verir? 81-dən 32-sin çıxanda 49 dənə 0 olar. Sonra 85-də. Aha, aşağıdakı verilmiş HTML fraqmentinə əsasən düzgün fikirləri seçək. Deməli, burada var unordered list. Unordered list nədir? Markerli siyahı, yəni işarələnmiş siyahı. Unordered list. Yazaq. Unordered list. Aha. Sonra bu da nədir? Order list. Orderdə nədir? Nizamlanmış siyahı. Ya da nömrələnmiş siyahı. Bu da nizamlanmış. Deməli, nizamlı. İndi gələk baxaq. Deyir ki, nizamlanmış siyahının ikinci elementi. Yəni, bu olu nəzərdə tutur. İkinci elementi qırmızı ilə yazılıb. Bax, bu birinci elementidir, bu da ikinci elementidir. Font color red veribsə, font color şrift rəngində, şrift rəngi qırmızı, bir doğrudur. İşarələnmiş siyahının birinci elementi eyni enli yazılıbdır. Deməli, uşaqlar, bu səhv xatırlamıramsa, DIM-də eyni enli ifadəsi yoxdur. Yəni, web proqramlaşdırmaya baxsanız, DIM-də belə bir tag nəzərdə tutulmayıbdır. Yəni, verilən nəzəriyyədə. Bunu siz hardan oxuya bilərsiniz? Bu, böyük ehtimal ki, bu bir müəllifə saytında var. Müəllifi də deyək, Sübhan Musayevin vəsaitində əgər istifadə edirsinizsə, orada qarşılaşa bilərsiniz. Bir də güvənin öz nəzəriyyəsində də olmalıdır, səhv xatırlamıramsa. Bu TT teqidir. TT teqləri burada veribdir. Eyni enli yazıdır. Amma bizə deyir ki, işarələnmiş siyahı yuxarıdadır. Birinci elementi eyni enli yazılmayıb, baxı, qalın yazılıbdır. Birinci element deyir, bu birinci elementdir, bu da ikinci elementdir. Bunu eyni enli yox, qalın, bold veribdir burada sizə. Deməli, bu iki yanlışdır. Nizamlanmış siyahının birinci elementi kursivlə yazılıb. Yalan deyil. Birinci elementi TT teqi ilə verib, TT teqi eyni enli yazıdır. Yəni, burada olmalıydı o eyni enli. Yəni, bu 3 də yanlışdır. İşarələnmiş siyahının birinci elementi. İşarələnmiş budur. Unordered list. Birinci elementi qalın yazılıb. Düz deyir.
Nizamlanmış siyahının elementləri 3 və 4-dür. Düz deyil. Nizamlanmış siyahının birinci elementi 3'dür, ikinci elementi 4'dür. Burada da cevabımız nə olacaq? 1, 4 və 5. Sonra 86'da nə deyir burada bizə? C and not B and not A sorğusunun qiymətini müəyyən edin. Bunun ən yaxşısı neyini? Venn diaqramını çəkək. Deməli, buradan gəlirəm. Bu olsun mənim A çevrəm. Bu olsun mənim B çevrəm. Bu da olsun mənim C çevrəm. Bura A deyirəm. Bura B deyirəm. Burada C deyirəm. A and B and C hər üçünün kəsişməsi 10. Gətirib bura yazdım 10. A and B 30'dur. A and B bütövlükdə 30'dursa bura gəlib yazıram 20. A and C 20'dir. A and C 20'dirsə onu da burada gəlib yazacağım 10. Deməli, indi buna baxıram. B and not C deyir, B olsun, C olmasın. B and not C. Deməli, B bütövlükdə 100'dür. 100'dürsə, B'nin 20'si burada, 10'u burada. Eləyir 30, yerdə qalır 70'i. 70'i. Deməli, B olsun, B and not C 70'dirsə, opşi 70'dirsə, yəni məndən elə bir baba 70 buranı nəzərdə tutur da B olsun, ancaq C olmasın. Bura 70'dirsə, 70 deməli belə eləyək. Yox. B olsun, B olsun. B and not C 70. Burada 20'si varsa bura 50'si qalır da. Bura 50'dir. 50, 20. Yəni elə bir B not C, yəni bu kəsişmə C-nin olan hissəsini götürmədən 70 dənədirsə, bura 50 qalır. 50, 20, 10. Bu ümumilikdə elədir. 80, onda bura B ilə C-nin kəsişməsinə 20 dənə qalmalıdır da. B ilə C-nin kəsişmə 50 də bu eləsin ki, 100 versin, düzdür. Sonra onda C bütövlükdə 120'dirsə, 20, 10, 10. Bu nə eləyir? Bu eləyir 40. Onda bura qalır 80. A da 150'dirsə, burada qalacaq 110. Nə istəyir bizdən? C and not B and not A. Yəni deyir C olsun, not B, not A. A və B olmasın. Yalnız bu hissəni istəyir bizdən. Bunun da nəticəsi 80'dir. Sonra gəldik, baxdıq düymə kombinasiyaları. Qalın şrift bolddur. Ctrl D, 1'ə D. Mərkəzə düzləndirmə. Deməli, mərkəz nə idi? Center. Ctrl Y. 2'ye Y. Kəsməklə kat idi da. Ctrl X. 3'ə də A. Deməli, 1D, 2Y, 3A. Ctrl I italikdir. Kursiv yazıdır. Ctrl C də kopyalamadır. Sonra gəldik, baxdıq 88'ə. Alqoritm blok sistemini tərtib edin. Deməli, bu elə bu düstura nəzərən gəlin tərtib eləyək. Deməli, başlayırıq başlanğıcla. Bir n dəyişəni daxil edirik. N dəyişənin daxil elədik. N dəyişənin daxil elədikdən sonra S bərabərdir. S bərabərdir 1, I bərabərdir 3 dəyişəni daxil eləyirəm. I bərabərdir 3 dəyişəni. Və deyirəm ki, nə qədər ki, I kiçikdir bərabərdir n-lə, I kiçikdir bərabərdir n-lə. Gəlsin, S bərabərdir, S üstə gələk, S üstə gələk. Deməli, I vurulsun, I vurulsun, I plus 1, I plus 1. Bölünsün, bölünsün, I minus 1. Bölünsün, I minus 1. Və sonra gəlib nə deyirəm? Sonra deyirəm ki, i-ni də bir vahid artırmalıyam. I də bərabərdir I plus 1'ə. Və bunu da gəlib qaytarmalıyam dövrün içərisinə. Sonra yox qoluna gəldik. Yox qoluna gələndə də S-i çıxışa verməliyəm və prosesi sonlandırmalıyam. Qardı getdi. Bu da olur bizdə 88-ci sualımızın izahı. Sonra gəldik, baxdıq.
Çünki burada S1-dən başlayıb deyə mən S ona görə 1-lə qiymətləndirdim. İ'ni də 3 verdim ki, çünki bu hasil 3-lə başlayıb. I vur I plus 1, 3 vur 4 bölünsün 3 çıx 1, 2. Sonra i'ni 1 artıracaq, i olacaq 4. Bunun üzərinə gələcək 4 vur 5 bölək 4 çıx 1, yəni 3. Yəni bu cəm hesablanacaq 88-də. İndi gələk baxaq 89-a. Nə deyir? Klaviaturadan daxil edilmiş mətn fraqmentində sözlərdəki simvol sayını yan-yana düzərək natural ədəd çap edən proqram qurun. Hə, yəni bu bir də oxuyum şərti. Klaviaturadan daxil edilmiş mətn fraqmentində sözlərdəki simvol sayını yan-yana... Hə, yəni bunu deyir. Deyir ki, mətndə durğu işarəsi yoxdur, sözlər boşluqla bir-birindən ayrılır. Məsələn, tutaq ki, mən daxil eləmişəm kitab, qələm, məsələn, dəftər. Kitab, qələm, dəftər. Deyir ki, bunları kitabda 5 dənə simvol var, qələmdə 5 dənə simvol var, dəftərdə 6 dənə simvol var. Yəni bu 556-nı mənə ədəd olaraq çıxışa versin. Onda biz gəlib nə edərik? Gələk buradan, deməli, belə eləyək. Gələk buradan, baxaq, deməli, nə edək? Yazaq n bərabərdir. N bərabərdir. Bir input yazaq, sətr daxil edirik də. N bərabərdir input yazaq, sətr daxil edəcəyik. İndi biz həmin sətri siyahıya çevirməliyik. Sətri də siyahıya çevirmək üçün nədən istifadə edə bilərik? Məsələn, bir A bərabərdir n nöqtə split deyirəm. A bərabərdir n nöqtə split. Ki, mənim n sətrim boşluqlara nəzərən siyahıya çevrilsin və onu da A siyahısı kimi təqdim edirəm. Və daha sonra gəlib nə deyirəm? Siyahıya çevriləndən sonra siyahıdakı hər bir sözü saymalıyam və rəqəmləri yan-yana yazmalıyam. Bunun üçün bir dənə S boş sətri götürürəm. S boş sətri və gəlib deyirəm ki, for I in A. For I in A. Yəni A siyahısına müraciət edirəm. Gəlib buradan yazıram ki, S bərabərdir. S üstə gələk. S üstə gələk. Deməli, nə? Mən simvolları saymaq üçün len-dən istifadə eləyəsiyəm. Ancaq bunları yan-yana yazmaq üçün gərək mən onları sətr tipində toplayım. Ona görə də S-i boş bir sətr kimi götürmüşəm. Gəlib deyirəm, S bərabərdir. S üstə gələk. STR len I. Baxın, bu nə deməkdir? Mən N-də bir sətr daxil eləyəcəm. A-da o sətri siyahıya çevirəcəm. For I in A siyahı elementlərinə bir-bir müraciət eləyəcəm. Və hər dəfə elementləri sayıb sətr tipində toplayacam ki, yanaşı yazılsın. Və daha sonra bunu gəldim, hesabladım. Dövr bitəndən sonra gəlib deyirəm ki, print deyir ki, natural ədəd deyirdi də, şərtdə deyəsəm. Bir dənə baxın. Natural ədəd çap edən proqram qurun. Bəli. Deməli, mən bunu ədəd tipində də çıxışa vermək üçün gələsiyəm buradan deyəsiyəm nə? Print int S. Print int S. Proqram belə olmalıdır. Görək, burada bir yanlış varmı? OK deyək. Aha. Deməli, mən gəlib bir sətr daxil edirəm. Məsələn, informatika, info, ondan sonra kitab, sonra məsələn algoritm, ondan sonra dəftər, məsələn, aralarında bir boşluq olmaqla sözlər daxil elədim. Bu nə edəcək? 4, ardınca 5, sonra ardınca 8, sonra ardınca 6. Bunu çıxışa verməlidir. Baxın, 4, 5, 8, 6. Yəni, burada daxil elədiyim sətirdəki simvolların sayını ardıcıllıqla düzdür və tam ədəd tipində çap elədim. Bu olur mənim 88-ci
natural ədəd çap edən proqram qurun. Yan-yana düzərək natural ədəd çap edən proqram qurun. Hərsi toplama falan demir. Bu olur 89-cu sualımızın izahı. İndi gəlib baxırıq 90-cı suala. 90-cı sualda nə deyir? 90-cı sualda bizə deyir ki, klaviaturadan daxil edilmiş natural ədədlərdən n elementli siyahının cüt indeksli elementləri ilə tək elementlərinin cəmini tapan proqram qurun. Nə nəzərdə tutub burada? Bir də oxuyaq. Deyir ki, klaviaturadan daxil edilmiş natural ədədlərdən ibarət n elementli siyahının cüt indeksli elementləri ilə tək elementlərinin cəmini tapan cüt indeksli tək element bir dəfə cəmlənir. Biraz şərtdə elə bir qarşılıq var. Gəlin birinci bunu başa düşməyə çalışaq. Deməli, tutaq ki, biz n bərabərdir 5 verirəmsə, 5 elementli bir siyahı yaratmalıyam. Tutaq ki, 5 elementli siyahı yaratdım. Məsələn, indeksləri də 0, 1, 2, 3, 4 olacaq. Məsələn, nə deyir bizə? Deyir ki, cüt indeksli elementi ilə tək elementi. Məsələn, tutaq ki, mən bura vermişəm 13, bura vermişəm 17, bura vermişəm 20, bura vermişəm məsələn 18, misal üçün, bura vermişəm 21, məsələn belə. Deyir ki, cüt indeksli elementi ilə tək elementləri. Yəni, bu cüt indeksli element 13-dür, tək element 17-dir, cüt indeksli element 20-dir. Bu cüt indeksli də deyil, tək də deyil. Bu da bir də 21. Yəni, bunları cəmləməliyəm. 13, 17, 30, 20 burada 50, 21 də burada 71. Yəni, anladığımız şey budur burada. Onda biz, yəni, belə başa düşməliyik də bunu. Ya elementin indeksi cütdürsə və ya element təkdirsə cəmlənməlidir. Gəlin bunu yazaq. Deməli, gəldim, baxdım. Buradan gəlib nə deyirəm? Deməli, n bərabərdir. Int input deyirəm. Int input. Buradan gəldim, dedim ki, elementlərin sayını daxil et. Elementlərin sayını daxil et. Aha, n elementlərin sayıdır. İndi mən n dənə element daxil edirəmsə, gəlirəm, cəm hesablayacam deyə bir dənə s bərabərdir 0 dəyişəni götürürəm. Gəlirəm, burada deyirəm ki, for in range, n dənə element daxil elə. N dəfə proses dövr eləyəcək və biz, gəlin bunu da bizə nə deyirdi şərtdə? Deyirdi ki, klaviaturadan n elementli siyahının, deməli, mən siyahı yaratmalıyam da. Onda bir dənə də A siyahısı götürürəm və gəlib nə deyirəm? For in range n dedim. Gəlib deyirəm ki, elə birbaşa yazıram. A.append. Burada gəlib yazıram int input. Int input ədəd daxil eləmək üçündür. Daxil elədiyimiz ədəddə birbaşa siyahıya əlavə olunsun. Int input ədəd daxil edir və birbaşa siyahıya əlavə eləyirəm. İndi ədədi daxil elədim, siyahıya da əlavə elədim və mən baxıram, əgər siyahının indeksi cütdürsə və ya elementin özü təkdirsə, cəmləyirəm. Onda gəlirəm buradan, yazıram ki, if indeks cütdürsə, indeksin cütlüyü elə burada i mənim, məsələn, i-nin başlanğıc qiyməti 0-dır deyə, yəni hər dəfə a-nı əlavə eləyəndə, məsələn, n veribsə, məsələn, mən n-ə 5 versəm, i burada 0, 1, 2, 3, 4-ə qədər dövr eləyəcək də prosesi. Yəni, elə mən a append deyəndə 0-cı indeksi əlavə eləmiş olacam. Elə ona görə gedişatda birbaşa yoxlayıram ki, i-nin 2-yə bölünməsindən alınan qalıq 0-dırsa, bu A siyahısının indeksinin cüt olmasını yoxlayır. Və ya
elementin özü təkdirsə, onda gəlib nə deyək? Deyək ki, A-nın i indeksli elementi tək olma şərti. Tək olma şərti də faiz 2 bərabər 1 deyəsiyik də. Boşa nöqtə, onda gəlib neynəsin? S bərabərdir. S üstə gələk. S üstə gələk. Nə? I yox, üzr istəyirəm. AI. Yəni S-in üzərinə həmin AI indeksli A siyahısının elementin əlavə eləsin. Və sonra da heç nə gəlib nə deyəcəm? Burada proses bitir, print S deyəsiyəm. Print S. İndi məsələn, mən gəlib bunu RAM verib çalışdırsam, OK desəm, elementlərin sayını daxil et. Deməli, mən gəlirəm, deməli, belə eləyək. 5 dənə element daxil eləyirəm, misal üçün. Məsəl üçün 5 yazdım mən. 5 dənə element daxil eləyirəm. Məsələn, götürürəm sıfır indeksli elementimə 20 deyirəm. 1 indeksli elementimə 17 deyirəm. Sonra 2 indeksli elementimə 13 deyirəm. 3 indeksli elementimə 18 deyirəm. 4 indeksli elementimə də məsələn 21 deyirəm. Onda bu məndə 0-cı indeksi toplayır. Birinci indeks təhti deyə toplayacaq. İkinci indeks indeks cütdü deyə bunu da toplayacaq. Cüt indeksli 0, 1, 2 bu tək indeksli cüt ədəddir. Bunu istifadə eləməyəcək. Bu da cüt indeksli deyə bunu da toplayacaq. Yəni 20, 17, 13, 18, 20, 17, 13, 21 toplanmalıdır. Bu da 30, 20, 50, 21, 71 verməlidir bizə. Bəli, 71 verdi. Deməli, yazdığımız proqram doğrudur. Bu da olur bizdə 90-cı sualımızın izahı. Belə yoldaşlar, bu sınavın da sonuna gəldik, çıxdıq. Sınavın əgər belə deyək, PDF variantın istəsəz, mən Telegram kanalının linkini qoyacağım. Orada paylaşacağım sınavın PDF variantını. Həmin kanaldan girib sınavın PDF variantını əldə edə bilərsiniz. Ümidvaram ki, hər biriniz üçün faydalı oldu və bu cür videolardan daha tez xəbərdar olmanız üçün kanalımıza abunə olmağı unutmayın və kanalımızı və videolarımızı paylaşın ki, informatika öyrənmək istəyən hər bir abituriyent də bunlardan yararlana bilsin. Oldu. Diqqətinizə görə sağ olun. Hələlik.